Keçən proqramda mən dedim ki, Fərhəngi hakim və məhkum vardı. Fars nicatpərəstləri sözü ifadəsi işlətdiyimdə mənə gələn mesajlarda söyləndi ki, farsların hamısı nicatpərəst ola bilməzlər. Biz necə ki, fars islamçıları deyəndə bütün farsların qəsd etmirik, fars nicatpərəstləri də dediyimizdə bir bəlli kəsimin qəsd etmiş oluruq. İstədim ki, bu açıqlamanı verəm və yanlış anlaşılmanın önünə keçilmiş olsun. Fərq eləməz. Bütün toplumların içərisində həm nəcatpərəsti var, həm insansevər var. Belə farsların da içərisində insansevərləri nəcatpərəstlərindən çox-çoxdur. Biz oradakı bu istilahı işlədirik ki, fars nəcatpərəstləri məqsədimiz bir bəlli teyf idi ki, onlara şovinizm farsı da sözü demək olur. Onları Azərbaycan türklərinə düşmənçilikdə tanımlayırıq.